ərini öldürüb həyətdə bastırdı. Üstünə gül mandarin əkdi, giriş qadağanı nişanı qoydu. Hələ biz buradan kanalizasiya çəkirdik. Oğlan da elə budur idi. Ondan bir 10 gündən sonra, 15 gündən sonra eşitdik ki, yoxa çıxır. Aylar gəlib keçdi, gördük yoxa. Nə ölüsü var, nə dedisi var. Hadisə Sabunçu rayonunda yerləşən evlərin birində baş verib. Ötən ilin sonunda kişinin itkin düşməsi ilə bağlı ailə üzvləri polisə məlumat veriblər. Mərhumun yaxınları bildirirlər ki, gəlinləri özünü şübhəli aparıb. Nəticədə hadisənin üstü açılıb. Hadisənin baş verdiyi ünvandayıq. Ötən il dekabrın 24-də Samir Əliyevin itkin düşməsi ilə bağlı polisə məlumat daxil olub. Polis və prokurorluq əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində ilkin ehtimallara görə həmin şəxs öz həyat yoldaşı Elmira İbrahimova tərəfindən ov silahı ilə qətlə yetirilib. Daha sonra qadın öz ərini evin həyətində bastırıb, üzərinə də güllər əkib. Məlumata görə qətl gündüz törədilib. Hadisənin səbəbi isə dəqiq məlum deyil. O ərəfə yəni evdə olmayıb, həyətdə heç kim olmayıb. Hamı işdə gücdə olub. Bir dənə yoldaşı. Yəni yoldaşı olub, özü olub. Uşaqlar biri Türkiyədə oxuyur, qız, böyük qız. Ozancıl da nənəsi yerində olub. O bizdə xırda uşaqdır, bağçada olub, harda olub. Mərhumun əmisi oğlu deyir ki, həyətləri yaxın olsa da nə silah səsi eşidilib, nə də hadisə barədə məlumatlar olub. Hadisə nə vaxt olub, necə gəlmişik ki, səhər 5-də olub, gəlib əsəbi vəziyyətdə çıxıb gedib. Mən evə gəldim, yəni onun evi burada, mənim evim o başda. Həyətin arasında elə bir yolla. Yəni belə görüşmüşük, ancaq o yerəcən yaxınlıq olmayıb. Yurdası bacımız olsun, biz deyirəm sənə, mən ölüncə də yaşasam, mən inanmazdım gəlim. İnsan da həyatdır, dindar uşaqdır, namaz qılan uşaqdır. Qonşular isə bildirirlər ki, ailədə hansısa problem yaşandığını şahidi olmayıblar. Samir də ərazidə hörmətli şəxs kimi tanınıb. Yaxşı, mehriban ailədir. Necə olub, özümüz də məhtəlik ki, bu nətər olub. İtkin düşməsini ötürümüz də bir dəfə göstərmişlər, dedilər ki, itkin düşür. Daha indi dünya bu nətər olar ki, itkin düşür. Yağın üçün tapılar da harasa gedibdi, bəlkə evdən azıq eləyib gedib, yəni ola bilər də belə şey. Gəlini pis gəlin deyildi, valla evdən bayra çıxmadı. Gedə də pis oğlan deyildi, bu küçədə heç kimlə ədavəti yox idi. Hanımı işləmirdi? Yox, hanımı işləmirdi. İtkin düşəndən sonra işlədi? İçkin düşəndən sonra bu yaxınlarda olub, 3 ay, 4 ay işlədi. Ailələrində ya üzərində çox yaxşı ailə olub. Bir problemimiz də olmayıblar, heç bir problem. Hadisə ilə bağlı istintaq davam edir.